2025-ci ilin qəbul, ikinci şans, 4-cü qrup, 34-cü sual. 1 mol, deməli, alkan xlorür reaksiya zamanı hidrogen atomlarının ümumi sayının 60% əvəz olunur və 219 qram, deməli, H xlor əmələ gəlir, N hesablayacaq. Ümumi qayda olaraq, demək, CnH2n plus 2, deməli, üzərinə xlor gəlirik. Buradan əvəz olunma gedir və müvafiq, deməli, halogenli törəmə alınır. Bir də H xlor əmələ gəlir. H xlor əmələ gəlib 219 qram. Yəni, neçə mol? 36.5-ə böləndə, deməli, 6 üçün 6 mol. 6, 5-in 30, 6 mol. 6 mol H xlor əmələ gəlib. Biz demişdik ki, deməli, 6 mol H xlor əmələ gəlibsə, 6 mol da xlor reaksiyaya girir. Çünki ayrılan H xlorun əmsalı qədər də xlor reaksiyaya girir. Demək, 6 hidrogen əvəz olunub burada. Əvəz olunan hidrogen 60%-dir. Yəni, 6 özü 60%-dirsə, deməli, 100% axtaraq. Demək ki, x da bərabərdir 10. Belə çıxır ki, alkanda 10 hidrogen deməli var imiş. Alkanda 10 hidrogen varsa, yəni 2n plus 2 bərabərdir 10-a. N də buradan bərabərdir. Deməli, demək, 4-ə. Cavab A variantı.